İmam Həsən əleyhissalamın Muaviyyə ilə sülh sazişi bağlamasının səbəbləri. İmam Həsənin həyatında ən mühüm hadisə onun Muaviyyə ilə sülh sazişi bağlaması və nəticədə məcburi şəkildə müsəlmanlara xəlifəlikdən kənarlaşdırılması olmuşdu. Hətta İmam Həsənin atdığı bu addım nadan dostların etirazına və qərəzli düşmənlərin tənqidinə səbəb olmuşdu. İmam Həsənin həyatını və o dövrün hadisələrini mütaliə edən bəzi müsəlmanlarda bu sual yaranır ki, axı nə üçün İmam Həsən Muaviyyə ilə sülh sazişi bağladı? Məgər Həzrət Əlinin vəfatından sonra bu həzrətin tərəfdarları və silahdaşları onun oğlu İmam Həsənlə beyət etmədilərmi? Olmazmı ki, İmam Hüseyn əleyhissalamın qaldırdığı qiyamı elə əvvəlcədən İmam Həsən əleyhissalamla qaldıraydı? Belə olduqda ya qalib gələr, ya da öz şəhidliyi ilə Muaviyyənin hökumətini sarsıdardı. Bu sualları cavablandırmazdan öncə diqqət yetiriləsi məqamları növbəti videoda paylaşılacaq.